Yine hardayıq, yine Phuketdəyik. Bir Phuket hə. Phuketdəyik. Gedəcəm indi maraqlı bir yer olduğunu düşündüyüm yerlərə. Ceyranımız buradadır. Ceyranımızın yanında da bir ceyran var. İndi keçindən doğru. Hə. Gedəcəm indi bir dənə maraqlı yer var, amma buradan bir xeyli uzaqdır bir. Mən Karonda qalıram da. Buradan bir 45 kilometr falan uzaqdadır. Gedişi, gəlişi falan. Bugün bir 120-130 sürəcəm. Çünki oradan da bəzi yerlərə falan çönəcəm. Yəni onun üçün bir 120-130 sürməyi düşünürəm. Maraqlı gün olacağını zənn edirəm. Görək. İnşallah elə olur. Getdik. Akşam babat yağı var. Babat yağıbdı. Motosiklet nərdərindən su tökür. Yaxşı ki, kaskanı içəriyə qoymuşdum. Kaskanı yuxarı. Dövrən, Asiya ilə təzə öyrəşdiyim dövrlər idi. Kaskanı həmişə belə tərs qoyurdum. Bronzalar olmasa. Gəldim gördüm ki, içi full yağ içdi. Kaskanı belə çevirirdim. İçi bütün su olur. Haydi. Gedə bilərik. Tük. Biraz burada fasile vereyim. Bu arada 7-Eleven Asya'nın, Cənub-Şərqi Asya'nın olmazsa olmazı. Düzdür, Malazya'da da birçok yerdə var idi, amma Malazya'nın özündə də Taylanddakı qədər çox tez-tez rast gələn bir şey deyil 7-Eleven. Taylandda da, Phuketdə addım başı hər yerdə 7-Eleven'dir. Filippində də çox idi. İndonezyada isə o videoları izləmişlər, artıq bilirlər. İndonezyada isə 7-Eleven yoxdur, onun yerinə nə bilim Indomaret falan beşmişəm belə şeylərdir. Səsə var, səsin gözəlinə var. Hello, welcome. Davam edək. O 7-Eleven'larda səs, elə deyim, simbolik bir səsdir həqiqətən. Hello, welcome. Hadi getdik. Getdik, təxminən bir yarım saat falan yolumuz qalıb da. Oy, dağı nə istiydi ha? Yandım. Çox istiydi. Tamam. Geldim, çatdım ora. Göstereceğim şimdi bura niye gelmişim. Bura çimməyə gəlməmişəm bir ki. Bura bir çimərlikdə, amma çimməyə gəlməmişəm. Hə, belə. Burada bilmədim heç parking eləmək olar, olmaz. Yalını elədim. Başqaları eləmişdi, mən də elədim, amma şeydi, o nə düşün mənzərəsi var buranın. Daha. Başqaları eləmişdi, mən dedim, eləyim. Onsuz da tez çıxacaq. Düzü, çox qəşəng və sakit bir çimərlik olsa da, amma dediyim ki, mən bura çimməyə gəlməmişəm. Nasıl işlədi? Birazdan göstərəcəm bura niyə gəlmişim. Çimərlik amma özü deyil. Özü daha çimərlik. Konkret özüdür. Gəldik, çatdıq ora. İndi bura niyə gəlmişəm onu deyim. Gördüyünüz kimi bura hava limanıdır. Burada düz çimərlikdir və burada çimərkən başımızın üstündən daimi olaraq bu cür təyyarələr keçir. Çimərlik, hava limanı və daimi olaraq başımızın üzərindən uçan təyyarələr. İndi balaca təyyarə idi. İndi böyükləri də uçanda onları da göstərəcəm. İnerkən və yaxud da qalxarkən olduqca gözəl mənzərə ortaya çıxır. Çimərlik olduqca gözəldir və yanında da bu cür hava limanı var. Bu cür deyəndə Phuketin hava limanıdır bu. Phuketə gələndə onsuz da bura gəlirsiniz. Əgər təyyarə ilə gəlirsinizsə. Və indi təyyarə bir dənə qalxsın, onu göstərəcəm.
Ama yani bura həqiqətən çox gözəldir. Mən şeyi xatırladır bura biraz. Normandiyanı. Fransanı. Yəni oranın çimərliyinə oxşuyur. Amma yəni oradan da hətta oradan qəşəng deyil, oranın ayrı bir duyğusu var idi. Yəni amma yəni adam olduqca adam sayı az, çox azdır. Yəni çox belə deyim, tanınmamağından, yəni turistlər tərəfindən çox bilinməməyindən irəli gəlir. Yəni belə bir maraqlı görüntü. Gəlir, qalxır. Bu da biraz uzaqdan getdi. Daha yaxından gedənləri olur. Yəni belə bir yerdir. Gedə bilərik. Tamam. Burada oteller falan var. Böyle bu çimərlik otellerin falan arxasında da. Yəni onun üçün xeyli yolu uzatdım o bir tərəfindən gəldim. Kokonat neçədir? 40 nə qədər eləyir? 40 eləyir. Təqribən 2 manat falan. 2 manata kokonat. Bu arada bana yemək qiyməti falan da göstərim. Məsəl üçün bu 120 təxminən bizim pulla eləyir 6 manat falan da. Yəni çox münasib qiymətədir yəni burada yeməklər. Çox münasib qiymətədir. Ümumiyyətlə turistlər onsuz da bura gəlirlər, məcbur qalırlar falan. Basaq qiymətdən deyə bir düşüncələri yoxdur. Yəni. Çox belə normal qiymətləri var. Mən niyə motosikleti burada gətirib saxlamadım? Apardım, dünyanın o başında saxladım, onu hələ də bilmirəm. Ümid edirəm ki, motosikleti uğramışdılar. Yox, yerindəymiş. Başqamız buradadır. Gedək. Bu arada mən Phuketdə 4 gün qalacaqdım, amma o müddəti artırdım. Elədim təqribən 10 gün falan qalacağım burada. Çünki 4 günün kifayət etməyəcəyini düşündüm Phuket üçün. Onun üçün də ən yaxşısı 10 gün falan qalmaq. 10 gündən 10 gün deyir. Haydi, tamam, getdik. Gəldim, hostelə dəzdən qayıtdım. Çünki bu motosikletlə gününü artırmaq istədim. Həm də kaska qırılmışdı. Niyə? Kaskanı gəldim dəyişim. İndi də davam. O motosiklet o nə? Bizim motor arada da buradadır. Budur, ha. Heç nə. Gedək buranın ən məşhur, belə deyim, Liajın ən məşhur çimərliyinə gedək. Patong çimərliyinə gedək. Ora həqiqətən də yəni ən məşhur, belə deyim, ən belə bılatlı, hörmətli çimərliyi ola bilər. Təkcə çimərliyi deyil, yəni ətraf əraziləri falan Patongun olduqca belə deyim, məşhurdur. İndi gedək ora. Mən də qanatçarı. Və burada Patong çimərliyi. Çimərlik əslində buradır. Adı olaraq burada bu Patong çimərliyinin məşhur hissəsidir. Zamanında gelin. Bu arada bu şeylərə, o işarələrə çox fikir verməyin. Öz-özü söyləşdirməyin, yəni şeylər, bu ziyanlı şeylərdir. Bunlar şeyləməyin o. Bildiniz də. Maraqlı küçədir. Belə çox belə o küçədir. Hər yer şeydə axı burada. Hər yer kanabis falan, hər yer otmot işləri var buradadır əsas. Otmot işləri burada dönüyor dedilər. Bir
şeyin street food'u küçənin üzərində. Bura Bangla walking street'dir, yəni sadəcə baxmayın yəni burada maşınların falan belə olmağına, amma bura yəni demək olar ki, konkret şey üçün də piyadalar üçündür. Amma gəzişmək üçün küçədir bura. Küçə belə deyim, otdan ibarət belə bir küçə. Buranın da belə bir Bangla street food'u var. Yeyib içmək. Yeyib içmək, burada street food nə istəsəz tapa bilərsiniz. Əsasən dəniz məhsulları. Təbii ki, mən də dəniz məhsulu sevmədiyim üçün buralardan çox da takılmayacağım. Amma bunlardan yeyərəm. Bunlar maraqlı şeylərə oxşuyur. Bunlardan yeyərəm. Bunlar xoşuma gəlir, amma balıq falan bunlar mən heç sevmirəm balıq. Qiymətləri də çox şeydir. Yəni bura da bundan turistik yerləri yoxdur da ulan bilirsən. Ən turistik onu yeyəcəm. Ən turistik yerləridir. Ən turistik də, ən turistik yerlərdir. Amma yəni yemək qiymətləri falan. Onun üçün bu nə var bu burada? Bu məsəl üçün bu yeməyə baxsan o məsəl üçün butterfly chicken və məsəl üçün qızarmış şey nədir onun adı? Toyuq üstəyə düyü 150-yə, 150. 150 nə qədər eləyir? 150 də bizim puldan təxminən 7 manat falan. Belə bir yer. 7 manat, hədə 7 manat falan idi. Çox, yəni dedim ki, ən turistik yerlərdir. Yəni bundan turistik yerlərdə olası olur ki. Amma qiymətləri olduqca münasib. Çox. Amma mən heç vaxt bunları yemədiyim kimi heç kimə də məsləhət görmürəm. Çünki onları diri-diri bişirirlər, xərsəngi falan. Görürsən, hamısı diridir. Çünki bunu bu öləndə bu şey eləyir, nədir onun adı? Əti tez xarab olur, onun üçün onu diri-diri bişirirlər, ölməmiş. Və təbii ki, Patong Beach'də gün batımını izləyək ki, sonra deməyəcək adam gün batımı, amma Patong Beach'də biraz bunun üzərində batır. Bundan əvvəlki videoda birbaşa ən uç hissəyə yetmişdi, orada birbaşa artıq Andaman dənizinin üstündə batırdı. Aa, niyə qorxudursan məni? Bilməm, Yaxşıdır, bu da yaxşıdır. Bu videonda bu gün batımı ilə sonlandırarım. Bu videonda bu gün batım. Allah, qalxırlar. Ay, nə qarsız? Burada belə. Deyirəm bilirəm ki, videoda məsəl üçün cəmaat istəyir ki, o biraz o qeyri-qanuni şeylər də onlar olsun, amma təbii ki videoda elə şeylər, mənim videolarımın heç birində elə şeylər heç vaxt görməyəcəksiniz. Üzülərək bunu bildirirəm ki. Elə? Aa, nə üçün? Nə olub hə? Niyə bu şey özünü öldürür? Bu niyə özünü öldürür ya? Hə. Belə. Gün batımı, Patong çimərliyi. Dediyim kimi, Patong buranın elə bir ki, ən məşhur yerlərindən sayılır. Ən məşhur, bəlkə də ən məşhur yeri sayılır. Daha doğrusu belə ən canlı yeridir Patong. Amma yəni Patongda qalmaq, mən qaldığım yerdən də bura təqribi bir, nə bilim, 6-7 kilometrdir. Motosikletlə gələndə bir 15 dəqiqə falan yoldur. Bu Patong çimərliyi. Yara! Belə. Əgər məqsədiniz çox-çox əylənməkdirsə, Taylanda gələndə, Phuketə gələndə Patong çimərliyi tövsiyə olunur. Küçə Bangla küçəsi adlanır. Mümkün ancaq gəzinti üçündür. Buranın belə Targovuz tərzi bir şeydir də. Amma biraz daha şey Targovuz. Yəni o biraz... O Targovdandır. Əlində onun başqa şey var. Əlində ping-pongda o birisi əlindəki daha maraqlıdır. Bunun əlindəki maraqlı şeylər var bunun, amma maraqlı
Neyse, bir de yemek yiyek biraz. Krokodil. Dragadil. Dragadil eti yeyirlər. How much is this one? 100 baht. Bunu yiyərəm, krokodil ətini yiyərəm. Yani bildiğimiz bir toyuqdur, mal etdir. Bunların hamısının qarışığı bir şeydir. Çok böyle spesifik bir dadı yoktu. Yani diyeyim ki abi, yok, tam farklı bir dadı. Yok, öyle bir dadı yok. Yani bildiğimiz mal eti, toyuq eti bunun karışığı, ortası bir şey. Bizə mal etimi yiyeyim, toyuq etimi yiyeyim qərar verə bilməyənlər üçün deyiblər ki, krokodil eti ye. Ortası bir şey. Bu arada 2 şiş bu cür kabab ve bir dənə passion fruit. Tövtənə qədər elədi 15 manat. Böyüyündən 15 manat elədi. Hələ bura ən turistik yeridir, yəni şey. Phuketin bəlkə də ən turistik nöqtələrindən birisi ola bilər. Qiymətlər bu formatdadır. Sənin daha akşam Bangla Walking Street'in, bu da daha akşam görüntüsü. Biraz daha gece saatlerine doğru getdikcə daha da belə deyim çoxalır adam burada. Belə bir küçə. Heç nəyə bu küçə ilə də birlikdə videonu burada yekunlaşdıraq. Ümid edirəm xoşunuza gələn bir video oldu. Ümid edirəm ki, sizin üçün maraqlı bir video oldu. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidilə. Sağ olun.